İsrail də regiondakı Amerika deməkdir. Türkiyə sizcə Amerika ilə mümkün qədər, ya da neytrallığını da deməyək, mümkün qədər anlaşmaq üçün, çünki Amerikanı neytrallaşdırmaq mümkün deyil, yəni bu ifadənin işlədilməsi çox yanlış olardı. Mümkün qədər uzlaşmaq üçün İsraillə münasibətlərə yenidən baxa bilərmi? Ya da özəlliklə Suriyada. Çünki digər coğrafiyalarda faktik olaraq o qədər də kəllə-kəlləyə gəlmir, amma Suriyada hər ikisinin çox ciddi maraqları var və geri çəkilmələri də gözlənilən kimi görünmür. ABŞ-ın indiki hakimiyyəti, əvvəlki hakimiyyətlər kimi siyasət yürüdür. Əgər biz düşünürük ki, Biden administrasiyasının siyasətindən sonra Trump siyasətində insanpərvərlik, humanizm, məntiq peyda olub yanılırıq. Onlar sadəcə qılaf dəyişdirirlər. Məzmunu eynidir. Və ABŞ ilə bölgədə ancaq və ancaq müstəqillik, suverenlik və güc dili ilə danışmaq olar. ABŞ əgər hiss edirsə ki, qarşısında duran zəifdir, əgər qarşısında duranın qarşısında şərtlər qoymaq olar, o şərtin, bir şərtini yerinə yetirdikcə 10 şərt qoyacaq. 10 şərt yerinə yetirsiniz, 100 şərt qoyacaq və sizi daim borçlu çıxartacaq. Və Türkiyə ilə bu cür oyun artıq olmur. Cənab Ərdoğanın yürütdüyü daxili siyasəti tənqid etmək olar. Tənqid üçün yetərincə səbəblər var və Türkiyədə olanlar, hal-hazırda Türkiyədə olanlar birləri orada inflyasiya, bağlaşma və s. çox problemlər var. Amma bütün bunlarla həm daxili problematikanın müstəvisindən kənara çıxan Türkiyə bölgədə ən böyük güclərdən biri yox, ən böyük gücə çevrilib. Orta Asiyadan tutmuş Aralıq dənizinin adalarına qədər Türkiyə bərabər ikinci güc bölgədə yoxdur. ABŞ Türkiyənin artıq şərtlər dili ilə danışa bilmir. Hesablaşmaq borcundadır. Cənab Ərdoğanın ritorikasını siz, yəni mən bəyənə də bilərik, bəyənməyə də bilərik, amma Ərdoğan bu dəqiqə regional liderlər siyasından çoxdan çıxaraq dünya liderlər siyasına gəlir. Bu faktdır. Və məhz bu səbəbdən Ərdoğanı heç olmasa biraz zəiflətmək, heç olmasa onun başını qatmaq üçün CHP məsələsini ortaya atırlar. İmamoğlu niyə həbs olundu? Türkiyədə bu haqda yetərincə danışırlar. Ay İmamoğlu belə vicdanlıdır, yaxşıdır, demokratdır və s. Bunlar hamısı kasıblar üçün rəvayətlərdir. Və kasıblar da buna inanırlar təbii ki. Avropa üçün Türkiyə nədir? İzmirdir, Adanadır, Ankaradır, İstanbuldur. Bütün bu şəhərlərin hamısında mer CHP mənsublarıdır. Dünya üçün Türkiyə deyəndə hər hansı bir Fransızın ya İspanın ağlına Diyarbəkir, Qars, Artvin və Erzurum gəlmir, doğrudur. Bəli, Erzurum gəlmir. Bax, Avropanın, Qərbin ən böyük səhvi də budur. Yaxın Şərqin taleyini Erzurum kimi şəhərlər, Qars kimi şəhərlər, əyalət insanları müəyyənləşdirir. Avropa və Qərb ümumiyyətlə və o cümlədən Birləşmiş Ştatlar Azərbaycanla münasibətdə də budur. Avropa həmişə düşünür ki, Azərbaycan ancaq Bakıdan ibarətdir. Müxtəlif kurslar, seminarlar, açıq cəmiyyət fondları, femin təşkilatları və s. və s. və s. İndi mən sizdən soruşdum. 30 illik işğal dövründə hər hansı bir femin təşkilatı, hər hansı bir insan hüququ təşkilatı bizim vətəndaşlarla bağlı səsini çıxardı mı? Suriyanın şimalında minlərlə türk öldürüləndə onlar haradaydılar? Bəli. İranda günilləri divan tutulur. Hanı o təşkilatlar? Niyə birinə Amnesty International, nə Human Rights Watch, nə Reporters Without Borders'ın və digərlərinin bir bəyanatlarını biz görmürük. Sadəcə kütləvi ixtişaşlar olanda açıqlamalar verilir. İndiki situasiyada Azərbaycanın qarşısında duran 4 böyük təhlükə var. Birincisi Rusiyadır, ikincisi ABŞ-dır, üçüncüsü İrandır, dördüncüsü isə regionda destabilizasiyanın arxasında duran Fransadır. Dünyanın bütün başqa nöqtələrində bir-biri ilə amansız rəqib olan, bir-birinin qanına suyan bu dövlətlər Cənubi Qafqazda müttəfiqdirlər. Və bu müttəfiqlərin əksəriyyəti Azərbaycanı sıradan çıxarmaq üçündür. Ona görə yox ki, Azərbaycan böyük dövlətdir, qüdrətdir, böyük gücü var. Yox, Azərbaycan onların bütün planlarına mane olur. Niyə mane olur? Gəlin baxaq. Birinci məsələ ondan ibarətdir ki, Asiya ilə Avropanı birləşdirən marşrutların tam əksəriyyəti Azərbaycan ərazisindən ya keçir, ya keçəcək, ya da keçməlidir. Bu üç interpretasiyanın hər hansı birini Qərb göz ardı edə bilməz. Makron istədiyi qədər özbək dilində danışa bilər.
Hətta başına Özbək milli papağını da qoya bilər. Soyadını belə dəyişə bilər. Özünə Makron əkə deyə bilər. Amma Özbəkistanın uranlı, Qazaxıstanın uranlı, Avropaya nəql etməyin 3 yolu var. Azərbaycan marşrutu, İran marşrutu, Rusiya marşrutu. Alternativlər var, burada. Ümumiyyətlə müzakirə etmirik. Bu müzakirə olması məsələ deyil. Azərbaycan marşrutu var. Və Fransanın buradakı destabilizasiyasını gördükdə, güya Allah qoymasa Almaniya alternativ təkliflərlə bizə təklif edir. Cənab Steinmeier, Almaniyanın prezidenti, Bakıya başmaq seyidinə hazırlaşır. Təbii ki, bizi dilə tutacaq. Deyəcək, yox, mən Makron kimi pis oğlan deyiləm. Almaniya, Fransa deyil. Biz daha soyuqqanlı, pedant, ordnung, yəni siyasəti yürüdürük və s. və ilahır. Amma Almaniya siyasətini hələ Wilhelmin və Friedrich'in vaxtından bir cümlə müəyyənləşdirir. Deutschland über alles. Almaniya bir nömrəlidir. Burada klassik bir oyun, çox bəsit və çox sarsaq bir oyun olurlar. Pis, yaxşı müstəntiq rolu. Bunu hüquq mühafizə orqanlarında işləyənlərin hamısı bilirlər ki, adamı danışdırmaq üçün biri pis müstəntiq olur, güya biri yaxşı müstəntiq olur. Fransaya pis müstəntiq rolu biçilib, yaxşı müstəntiq rolu Almaniya biçilib. Mənim fikrimcə rəsmi Bakı Almaniyanın şirin sözlərinə inanmamalıdır. Bizneslə məşğul olmalıyıq. Birgə layihələri həyata keçirməliyik. Daha da intensivləşdirməliyik. Amma bilməliyik ki, bizə edilən vədlərin hamısının arxasında faizli sələm düşüncəsi ilə olan istəklər deyildir. Necə ki, ABŞ Ukraynanın bunu etdi. Necə ki, 67,8 milyardlıq hərbi, humanitar və s. yardımlar adı ilə Ukraynaya göndərilən pulların hamısı Trump gələndən sonra məlum oldu ki, bunlar heç də yardım deyilmiş. Bunları hamısını Ukrayna 3 qat qaytarmalıdır. Yəni 67 milyard yox, təxminən 224 milyard dolları Ukrayna ödəməlidir. Necə ödəyəcək? Onu Ukraynalılar hələ də oturub qara-qara düşünürlər. ABŞ-İran münasibətlərinə gəldikdə isə bunlar həmişə olduğu kimi Arşın Malala və o olmasın, bu olsun filmlərindəki mənfi qəhrəmanlar kimi bir-birlərini hədələməklə məşğullar. Və bütün bölgə dövlətləri böyük müharibənin olacağı ilə hədələyirlər. Böyük müharibənin olacağı hədəsinin özü belə milyardlarla benefit, milyardlarla gəlir deməkdir. Bu, hərbi sənaye kompleksinin işləməsi deməkdir. Bu, hərbi Amerika şirkətlərinin İrana hədələr vasitəsilə ərəb ölkələrində böyük miqdarda silah satması deməkdir. Bu, böyük siyasi oyunlar deməkdir və s. Bütün bunları biz görürüksə və biz görürük ki, hamı Bakıya çağırır. Pezeşkiyan apreldə gələcək, Steinmeier Bakıda olacaq, ondan sonra Avropanın nümayəndə heyətləri bura gələcək və s. Yəni, hərəkətli bir il başlayır sözün əsl mənasında. Bəli, bizi hədəfə almaqda əsas 3 məqsəd var. Birincisi, Güney Azərbaycan məsələsində Güneyə milli azadlıq hərəkatını etnik hərəkata çevirmək. Güney Azərbaycanda yerli ərəblər, bəluclar, Xəzərlər və xüsusilə Kürdlərlə Azərbaycanlılar arasında toqquşmaları yaratmaq, nifrət toxumları səpmək, düşmənçiliyə nail olmaq